Salam əziz həmkarlar. Biz bugün öyrənirik sorğu və araşdırma əsaslı təlim. Ümumilikcə, gəlin görək sorğu və araşdırma əsaslı təlim nədir? Sorğu və araşdırma əsaslı təlim prosesində şagirdlərin sual verməsi, araşdırma aparması, məlumat toplaması və nəticəyə gəlməsi üzərində qurulan bir öyrənmə yanaşmasıdır. Bu üsul konstruktivist təhsil fəlsəfəsinə əsaslanır, şagirdin mərkəzdə olduğu, aktiv iştirak etdiyi öyrənməni təşviq edir. Konstruktivizm əsas məqsəd şagirdin aktiv şəkildə biliyin özü qazanmasına şərait yaratmaqdır. Yəni, konstruktivizm bilik şagird tərəfindən əldə olunur, şagirdə hazır verilmir, müəllim fasilitatordur, şagird mərkəzlidir, şagirdə bilik verilmir, öyrənmənin yolları öyrədilir. Sorğu və araşdırma əsaslı təlimin əsas xüsusiyyətləri. Şagird mərkəzi öyrənmədir, informasiyanı sarğılamaq, şübhə altına salmaq, araşdırmaq, cavabını tapmaq kimi məsələləri əhatə edir. Şagirdə həll edilməsi problem sual təqdim edilir, araşdırma aparılır, informasiya təhlil edilir, nəticə çıxarılır, qərar qəbul edilir, problem həll olunur. Bunlar 21-ci əsrin bacarıqlarını əhatə edir. Şagirddə tənqidi təfəkkürü, problem həll etmə, qərar qəbul etmə kimi bacarıqları formalaşdırır. Müəllim doğru fasilitatorluq etməyi bacarmalıdır. Bunlar sorğu və araşdırma əsaslı təlimin əsas xüsusiyyətləridir. Sorğu və araşdırma əsaslı təlimdə müəllimin hansı funksiyaları var? Mövzuya giriş üçün şagirdlərin diqqətini çəkmək, onları araşdırmağa sövq edəcək sual qoymaq və situasiya təsvir etmək. Bu, müəllimin funksiyalarından biridir. Qeyd edilən sual, problem ətrafında şagirdləri müzakirəyə, dialoqa təşviq etmək, bu prosesə rəhbərlik etmək. Ehtiyaca görə şagirdləri qruplaşdırmaq, bütün siniflə müzakirəni təşkil etmək. Müzakirəni diqqətlə izləmək, yanlış mülahizələri korrektə etmək, eyni zamanda onların daha yaxşı anlaması üçün əlavə informasiya ilə təmin etməlidir. Öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etməlidir. Sorğu və araşdırma əsaslı təlimin komponentləri. Birinci, yönləndirmə. Yönləndirmə nədir? Yəni cəlb etmə. Şagirdin diqqətini, marağını stimullaşdırmalısınız. İkinci, sualın müəyyənləşdirilməsi, fərziyyələrin irəli sürülməsi. Biz nəyi bilmək istəyirik? Növbəti addımda əsas sualın qoyulması, hipotez, fərziyyənin irəli sürülməsi təşkil edilir. Bu mərhələyə qoyulan problem bir anlayış kimi nəzərdən keçirməyi, onu konseptual olaraq anlamağı hədəfləyir. Sual doğuran məqamlar ortaya qoyulur, ona müvafiq olaraq fərziyyələr irəli sürülür. Yəni, siz sualı qoyursunuz, şagird də həmin suallara uyğun fərziyyələrini, fikirlərini deyirlər. Üçüncü, araşdırma planının qurulması. Hansı yollarda məlumat toplayacağıq? Kitab üzərində, internet üzərində, müşahidə üzərində və ya sorğu. Araşdırma sualı əsasında sistemli şəkildə araşdırma və ya təcrübə aparılır, məlumat toplanılır. Bunun üçün əvvəldən işi necə hazırlamaq lazımdır, plan qurulur. Sonra nəticələrin təqdimatı, artıq nəticə təqdim olunur. Necə təqdim oluna bilər? Yazılı hesabat, təqdimat, afişa şəklində ola bilər. Araşdırma zamanı əldə edilən məlumatlar ortaya qoyulur. Əlavə olaraq müzakirə və əks əlaqə, şagirdin prosesə necə keçdiyi, nə öyrəndiyi qiymətləndirilir. Yəni, burada müzakirə olur, bir də əks əlaqə olur. Təlim prosesində sorğu və araşdırma əsaslı təlimdə 5Y modelindən istifadə olunur. 5Y nədir? 1 cəlb etmə, 2 araşdırma, 3 izah etmə, 4 dərinləşdirmə, 5 qiymətləndirmə.
Cəlb etmədə şagirdin marağını oyatmaq lazımdır. Onları mövzu ilə bağlı əvvəlki biliklərini ortaya çıxartmağa məqsəd daşıyır. Onları tədqiqata yönəldir. Sonra araşdırma. Şagirdlər bu mərhələdə özləri müşahidə aparır, təcrübələr keçirir, yeni bilikləri kəşf etməyə çalışırlar. Müəllim bu mərhələdə fasilitator rolunda olur. İzah etmə. Şagirdlər araşdırmalar əsasında əldə etdiyi nəticələri açıqlayır. Müəllim isə bu mərhələdə elmi anlayışları izah edir və yanlış anlaşmaları düzəldir. Dərinləşdirmə. Şagirdlər yeni öyrəndiklərini başqa situasiyalara tətbiq edir, bilik və bacarıqları genişləndirir. Qiymətləndirmə də ki, şagirdin mövzu ilə bağlı nə öyrəndikləri yoxlanılır. Bu mərhələ həm müəllim, həm də şagird tərəfindən həyata keçirilir. Özünü qiymətləndirmə və müəllim qiymətləndirilməsi. Sorğu və araşdırma əsaslı təlimdə 5Y modelinə nümunə var. Məsələn, mövzu Xəlil Rza Ulutürk ana dili şeiri. Birinci cəlb etmə mərhələsində şagirdin marağını oyatmalıyıq, əvvəlki bilikləri aktivləşdirməliyik. Bunun üçün sinifə belə bir sual verə bilərsiniz. Sizin üçün ana dili nə ifadə edir? Ana dilinizi sevdirən hadisə və nümunə varmı? Şagird düşüncələrini sərbəst bölüşür. Daha sonra araşdırma, şagirdin fəal öyrənməyə cəlb olunmasıdır. Şagirdlərə şeirin mətni paylanılır və ya slaydda təqdim edə bilərsiniz. Onlar şeiri oxuyaraq suallar üzərində düşünülür. Məsələn, şair ana dilini necə və nəyə bənzədir? Şeirdə hansı bədii təsvir vasitələrindən istifadə olunub? Şagird bunun üzərində araşdırma aparır. İzah etmə, əldə olunan biliklərin açıqlanması və ümumiləşdirməsi. Qruplar şeirlə bağlı müşahidələrini sinifə təqdim edir. Müəllim şairin həyatı, yaradıcılığı, ana dilinə olan sevgisi haqqında məlumat verir. Sonra dərinləşdirmə, yeni biliklərin başqa situasiya tətbiqi. Yəni, şagirdlərə tapşırıq, sən ana dili haqqında öz şeirini yazsaydın, hansı duyğular ifadə edərdin? Artıq yeni biliyi başqa situasiya tətbiq edəcək. Daha sonra qiymətləndirmə, şagirdlərin nə öyrəndiyini müəyyən etməkdir. Şagird nələri yoxlayır? Şeir məzmununun qavranılması, bədii vasitələrin tanınması, şəxsi münasibətin formalaşması. Şagirdlər özləri də qiymətləndirmə apara bilərlər. Yəni, müəllim də qiymət verə bilər, şagird özü-özünə qiymət verə bilər.